Əhlüsünnə və cəmaata görə qorxu və ümid nədir? Ümid və qorxu əhlüsünnə və cəmaata görə ibadətin rükunlarındandır. Qorxu və ümid əhlüsünnə və cəmaata görə ibadətin rükunlarındandır. Və onlar bir-birini tələb edir. Qorxu ilə ümid bir-birini tələb edir. Bir-birini nə edir? Tələb edir. Necə ki, Muhammed Əmin Şinqiti buyurur ki, fə'ləm ənəhuma mütələzimən. Bil ki, onlar bir-birini tələb edirlər, bir-birinə lazımdırlar. Fəmən kənə yərcu mə indəllahi minəl xeyr, fəhvə yəxafu mə lədəyhi minəşşər. Kimdir Allahda olan xeyrə ümid bəsləyirsə, kim Allahda olan xeyrə ümid bəsləyirsə, həmin şəxsdə Allahda olan şərdən nə olur? Nə edir? Qorxur. Kim Allahın rəhmətinə ümid bəsləyirsə, onun da əzabından nə edir? Qorxur. Və bil əks, kəl əks. Yəni, kim Allahın əzabından qorxursa, yenə də nə edir? Onun rəhmətinə nə edir? Ümid bəsləyir. Və bunların bir-birinə yəni tələb etməsinə, birinə lazım görməsinə şəriət dəlilləri dəlalət edir. Ümidlə qorxu qulda quşun qanadları kimidir. Quşun iki qanadı kimidir. Ola bilsin ki, quş məsləhəyə görə, hər hansı bir məsləhətə görə bir qanadına üzərində nə etsin? Meyl etsin. Bir şərtlə ki, müvazənəti itirməsin. Yəni, elə bir ki, quş iki qanadını açıb uçur. Sağa dönməkdən ötürü nə inir? Biraz sağa əyilir. Sola dönməkdən ötürü nə inir? Sola verir. Bir şərtlə ki, müvazənəti itirib nə eləməsin? Düşməsin yerə. Və əhlüsünnə və cəmaatın alimləri deyirlər ki, yənbəğilil insən və hofi əyyəm sihətihi əyyuğallibəl xofə daimən aləl-rəcə. Yəni, insan deyir, sihət vaxtında, sağlam vaxtında həmişə gərək onun qorxusu ümidindən artıq ola. Qorxu, yəni sağlam vaxtında, sihət vaxtında, bədənin sağlam olanda, sənin qorxunu deyir, ümidlən gərək nə edə? Artıq edə. Və əyyəkuna xofuhu əqləbə bin rəcəhi. Və onun qorxusu ümidindən çox olmalıdır. Fə izə hadarahul mövt qəlləbər rəcə. Əgər ona ölüm gələrsə, onda ümidini çoxaldır. Ümidi qorxudan nə olur? Artıq olur. Fī zəlikə liyədqa aləl-xovf. Yəni, hətta ümidi qorxudan üzəri olsun. Qorxunun nəyin üzərinə olsun. Fələ yənbəği lil-mümin əyyəmutə illə və huvə yuhsinu zənnə billəhi cəllə və alə. Mömin də yalnız, yəni öldüyü zaman Allahla yaxşı zənn etdiyi halda ölməlidir. Öldüyü zaman mömin gərək Allah barəsində yaxşı zəndə olsun. Ona görə də öldüyü vaxt ümidini artırır. Yəni, hansı şərtlərlə bunu İbn-i Qeyyim rahimullah Mədərcüs Səlikində zikr edir. Həmən bu kəlməni ki, yəni mömin gərək insana lazımdır ki, sağlam vaxtında qorxusu ümidindən çox olsun və ölüm gələndə isə ümidi qorxusundan çox olsun. Çünki insan öləndə gərək Allah barəsində yaxşı zənnə ölə. Və bunda İbn Qeyyim Mədərcüs Səlikin kitabında zikr edir. Lakin bu o demək deyil ki, insan yəni sağlam vaxtında yalnız qorxu ilə ibadət eləsin, öləndə isə yalnız ümidlə ölsün. Yox. Yəni, müvazənəti saxlamaq şərti ilə. Müvazənət, həyatda müvazənət pozulmasın. Qorxu ilə ümid pozulmamaq şərti ilə. Necə ki, kim pozdu müvazənəti? Murciyələrlə xavaricilər müvazənəti nə inədilər?